Uşaqlar, 47-ci tapşırığa baxırıq. Bizdən soruşur ki, D elementinin oksidaşma dərəcəsini müəyyən edin. Burada D elementi deməli dəmirdir. Yazaq birləşməni natrium, dəmir, SO4 2 dəfə. Deməli, natriumun oksidaşma dərəcəsi müsbət 1-dir, yazırıq üzərinə. Dəmiri bilmirik, X-dir. Kükürt müsbət 6-dır. Oksigen də mənfi 2-dir. Kükürdü necə bilirik? Sulfat turşusunu yazaq H2SO4. Hidrogen sabit 1-dir deyə, məsələn, belə deyək də, turşularda hidrogenin oksidaşma dərəcəsi müsbət 1-ə bərabərdir deyə 1 yazırıq. Oksigen mənfi 2-dir, kükürt də X-dir. Hər bir elementin sayını onun oksidaşma dərəcəsinə vurub, cəmləyib 0-a bərabər etməliyik. 2-ni 1-ə vuranda 2, 1-i X-ə vuranda X minus 4/2 8 bərabərdir 0-a, X də bərabərdir müsbət 6-ya. Ona görə kükürdün üstünə müsbət 6 yazdıq. İndi baxaq görək, hər bir elementin indeksini onun oksidaşma dərəcəsinə vururam, cəmləyirəm və 0-a bərabər eləyirəm. Natrium indeksi 1-dir, 1-i 1-ə vuranda 1, dəmir indeksi 1-dir, X-ə vuranda X, üstə gələk, 2-ni vururam müsbət 6-ya 12, 2-ni vururam 4-ə 8, 8 də vururam mənfi 2-yə. Çıxaq 16 bərabərdir 0-a. Buradan da X bərabərdir müsbət 3-ə. Deməli, burada dəmir müsbət 3 oksidaşma dərəcəsi göstərir. Cavab A variantı. Növbəti suala baxırıq, 48. 6-cı qrupun əsas yarım qrup elementləri haqqında hansı ifadə yanlışdır? Uçucu hidrogenli birləşmə əmələ gətirən nümayəndəsi var. Gəlin 6-cı qrup elementlərini yazaq. 6-cı qrup elementləri. Oksigen, kükürt, selen, telur, bir də polonium. Deməli, bu oksigendən telura qədər olanlar qeyri-metallardır, polonium da metaldır. Uçucu hidrogenli birləşməsi var, bəli. Məsələn, H2S uçucudur. Deməli, bu doğrudur. Sonra P elementlərdir, bu da doğrudur. P elementləridir. Çünki 1-ci, 2-ci qrup S elementlərdir, bir də 8-ci qrupda olan helium S elementidir. Qalan əsas yarım qrupun hamısı P elementlərdir. Qısa elektron formulu N-2, N-4 ilə bitir. Bəli, 6-cı qrupdursa, üstlərinin cəmi N-2 ilə 4-ün cəmi 6 eləyir. Bu da doğrudur. Bütün nümayəndələrində həyəcanlanma mümkündür. Bu yanlışdır. Çünki 6-cı qrup elementlərindən oksigen həyəcanlanmır. Çünki onun cüt elektronu var, boş orbitalı yoxdur. Bu nə deməkdir? Məsələn, oksigen 8-dir. 1s2, 2s2, 2p4. Bax, həyəcanlanma üçün cüt elektronu var xaricində. Cüt elektron var. Ancaq ki, boş orbital yoxdur deyə həyəcanlana bilmir. Cavab D variantıdır. E-yə də baxırıq. Dövrü sistemdə yuxarıdan aşağı doğru getdikcə atom radiusu artır. Bu da doğrudur. Ona görə ki, yuxarıdan aşağıya gəldikcə energetik təbəqələrinin sayı artdığına görə radius artır. Növbəti suala baxırıq. S2H4 veribdir. Bir də X veribdir. Molların da birim 1-ə veribdir. Sonra nə deyir? Qaşığın orta moler kütləsi havanın orta moler kütləsinə bərabərdir. Yazırıq 29 bərabərdir. Mollarının cəmi eləyir 2. Birincinin kütləsi 1 vuraq 28, 28, 1 vuraq X elə X eləyir. Buradan da X bərabərdir. 58-dən çıxıram 28-in. O da bərabərdir 30-a. Demək, biz buradan baxırıq ki, kütləsi 30 olan element belə birləşmə hansıdır? Qazanda maddə, o da C variantı. Çünki NO-da azot 14-dür, oksigen də 16, bu cəmi 30 eləyir, cavab olur C variantı. 50-ci suala baxırıq. Qrafikdə nə verib bizə? Protonun elektrondan asıllıq qrafiki verilibdir. C, A, bir də B. Deyək ki,
katyonu, anyonu, bir də neytral atom verilibdir. Bizdə göstərir ki, burada qrafikdə hamısında elektronların sayı eynidir. Bax, hamısında A-da da, B-də də, C-də də eyni sayda elektron var. Mən bura hər hansı bir rəqəm yazıram özümdən. Məsələn, Y-i 10 götürürəm. 10 götürdüm. İndi proton qrafikində isə Z, Y, X-də getdikcə protonun sayı artmalıdır. Məsələn, mən Z-in yerinə 7 götürə bilərəm. Sonra bura fikir versək B üçün. Y burada məsələn 10 götürmüşəmsə, onda Y-in də burada B-yə uyğun olar. Protonun da yerinə 10 götürürəm. Baxın, ikisində də Y verib deyə. Mən burada Y-i 10 götürdüm deyə elektronu. Orada protonu da 10 götürməliyəm. Aya baxırıq. Getdikcə proton artmalıdır da. Biz bilirik ki, qrafikdə nömrələnmə aşağıdan yuxarıya doğru artır. Sonra indi 10 olması üçün A neçə ola bilər? Tutaq ki, 12 ola bilər. Üzümdən rəqəm yazıram ora. Deməli, C 7-dir. Gərək mənfi 3 olsun ki, 3 mənfi olsun ki, 10 elektronu olsun. B deməli 10'dur, 10'da elektronu var. Yəni bu 0'dır. 10 protonu var, 10'da elektronu var. 0'dır. Yəni bu neytraldır. A'ya baxırıq. A protonu neçədir? 12'dir. Gərək bu ikisini versin ki 10 olsun. Deməli C bizdə anyondur. C anyon. Ilə E'yə baxırıq. B neytraldır. Neytral. Neytral buradadır. Sonra A isə nədir? Katyondur. Cavab olur D variantı. 51'ə baxırıq. H2S birləşməsində atomlar bir-biri ilə birləşir. Qeyri-polyar kovalent rabitə. Yox, qeyri-polyar odur ki, eyni atom arasında yaransın. Məsələn, tutaq ki, O2 qeyri-polyardır. İyon rabitəsi olmaz, çünki iyon rabitəsi metalla qeyri-metal arasında olur. Donor akseptor, bu da səhvdir. Donor akseptor deyən kimi biz NH4 axtarırıq. C10'u, H3-onu. Sonra polyar kovalent rabitə, bəli, bu doğrudur. Hidrogen rabitəsi ilə bu da yanlışdır. Cavab olur D variantı. 52-ci test tapşırığına baxırıq. Qeyri-polyar molekulları müəyyən edin. Ümumiyyətlə, bu qeyri-polyar molekullar deyəndə burada rabitəni nəzərdə tutmur. Polyar rabitə, qeyri-polyar rabitə, bunlar tamam başqa mövzudur. Qeyri-polyar molekul, polyar molekul, bu da tamam başqa mövzudur. Onda belə yazaq. Molekullar qeyri-polyar və polyar olur. Qeyri-polyar nə deməkdir? Qeyri-polyarda deməli qeyri-element ən böyük valentini göstərməlidir. Valentini. Və ya oksidləşmə dərəcəsi mütləq qiymətcə ən böyük olmalıdır. Ən böyük olmalıdır. Bir də qeyri-polyar molekullara qeyri-polyar rabitə ilə əmələ gələn birləşmələr də aid edə bilərik. Məsələn, indi buradan yazaq qeyri-polyar molekulları. SO3 qeyri-polyardır. Karbon qazı qeyri-polyardır. Sonra CH4 qeyri-polyar molekullardır. Elə yadımızda saxlayaq ki, karbohidrogenlərin hamısı qeyri-polyardır. Karbohidrogenlərin hamısı qeyri-polyara aiddir. Sonra N2, H2, xlor 2, flor 2, bunlar hamısı qeyri-polyardır. Belə də deyə bilərik ki, deməli, qeyri-polyarda qütbləşmə yoxdur. Yəni, burada simmetriklik var da, belə tarazlıq var. Kükürt məsəl üçün deyirəm burada. Kükürt 6 atomludur. 6'sını da oksigenin arasında paylayıbdır.
Burada bir qeyri-paxıllıq var. Paxıllıq yoxdur da. Tutaq ki, kükürdün 6 elektronu var, 6-sında oksigen arasında paylayıbsa, burada nə çəkişmə ola bilər? Heç bir. Məsələn, oksigen burada ikinci birləşmədə karbonla birləşir. Karbonun 4 dənə valenti var. Bu 4-ün də oksigen arasında paylayıbdır. Burada heç bir çəkişmə yoxdur. Sonra deyək ki, N2-də, H2-də, yəni belə deyək, tarazlıq yaranır, qütübləşmə yoxdur, bir tərəf müsbət, bir tərəf mənfi yoxdur. Bunda olur qeyri-polyer molekul. Ancaq polyer molekulda bir qütübləşmə var, müsbət və mənfi tərəf var. Qütübləşməyə dipol da deyirlər. Yəni iki müxtəlif atom varsa o polyardır. H-xlor, özə qeyri-metallar deyir ya, H-brom, məsələn, H-yod, sonra deyə bilərik CO, sonra H2S, H2S. Burada görürsünüz, kükürt maksimum valentdə deyil. Maksimum valentdə olanda və bərabər atomlar arasında elektronu paylayanda qeyri-polyardır. Ancaq H2S-də kükürt 2 valentlidir. Deməli, bu olur bizdə nə? Polyer molekul olur. Sonra tutaq ki, başqa birinə baxaq. Burada verilən birləşmələrdə görək bu hansına aiddir. CH3 xlor. Xlor deyək ki, mənfi 1-dir, hidrogen müsbət 1-dir, karbonda X-dir. X plus 3 minus 1 bərabərdir 0-a, X də bərabərdir mənfi 2-yə. Deməli, bunun mütləq qiymətcə oksidaşma dərəcəsi deyək ki, 2-yə bərabərdir. Ancaq bizə lazımdır ki, karbon əgər mənfi 4 olarsa, əgər karbon 4 olarsa, o qeyri-polyer olar. Amma 2 olursa, 0 olursa, mənfi 3 olursa, mənfi 1 olursa, o polyardır. Çünki burada görürsünüz, karbon tutaq ki, 4 valentlidir. Onun üçün hidrogen birində xlorla paylaşıbdır. Burada deyək ki, simmetrilik yoxdur. Burada simmetrilik pozulubdur. Ona görə də bu aiddir, polyer molekullara aiddir. Su da polyer molekula aiddir. Yəni burada qütübləşmə var. Hidrogen müsbətdir, oksigen mənfidir. Əgər qütübləşmə varsa, bir tərəf müsbət, bir tərəf mənfidirsə, o polyer molekullara aiddir. Əgər qütübləşmə yoxdursa, tarazlıq varsa, simmetrilik varsa, bu da qeyri-polyer molekula nədir? Aiddir. Bizdən də soruşur ki, qeyri-polyer molekulları müəyyən edin. Deməli, suyu silirik buradan. Sonra 6-cıda deməli CH3 xloru silirik. H-xloru silirik. Bizə qeyri-polyer lazımdır. Azotu götürə bilərik. SO3-ü, bir də metanı. 2, 4, 5 cavab olur B variantı. 53-ə baxırıq. Aşağıda verilən rabitələrin əmələ gəlmə sxemlərindən hansıları CH2 xlor2 molekuluna uyğun gəlir? Əvvəl karbonu yazım. Karbona birləşib 2 hidrogen, 2 dənə də xlor. Karbon da axı 4 atomla əhatə olunubdur. Elə bir ki, metandır. Metandakı hidrogenin ikisi qalıb, ikisi xlorla əvəz olunub. Yəni, karbon burada hibrid vəziyyətində, sp3 hibrid vəziyyətindədir. Bu sp3 ilə hidrogen arasındakı rabitəsi sp3 s-dir. Gəlin, indi baxaq görək, sp3 s var. Bəli, hibridin bir tərəfi böyük olur, bir tərəfi kiçik. sp3 s var. Bir də xlorla öz arasında olan sp3p-dir. Çünki xlorun xarici 3p üstü 5-lə bitir. Burada bir dənə tək p elektronu var. 1, 2, 3, 4, 5. Bax, bu bir tək elektronu xlor ortaya qoyubdur. Deməli, bu da uyğun gəlir bizdə hibridlə p-yə. Cavab olur 2, bir də 5. 54-cü testə baxırıq. 2s üstü 2, 2p üstü 3 elektron formuluna malik X elementinin əmələ gətirdiyi X2 tipli molekul üçün doğru ifadəni müəyyən edin. Deməli, bizdə bunun əvvəlin yazaq. 1s üstü
2, 2s üstü 2, 2p üstü 3. Toplayırıq, eləyir 7. Bu azotdur. Azot da nə əmələ gətirir? N2-ni əmələ gətirir. Sigma rabitəsi var. Sigma rabitəsi var. Bu doğrudur. 3 qat rabitə var azotda. Bunun biri sigmadır, ikisi də pi rabitədir. Sigma rabitəsi var, pi rabitəsi var. Polyar kovent rabitəsi var. Bu yanlışdır. Çünki iki eyni element atom arasında qeyri-polyardır. Molekulunda X-in valentliyi 2-dir. Bu da yanlışdır. 3 xətt çıxır deyə 3 valentlidir. Xətti quruluşludur. Bəli, 2 atomlular xətti quruluşludur. Bu da doğrudur. Cavab olur 1, 2, bir də 5.